Vaxtınız xeyir olsun, əziz və dəyərli şagirdlər və müəllimlər. Bugünkü mövzumuz vektorlar, koordinatlar metodu olacaq. İlk növbədə iki nöqtə arasında məsafənin hesablanması qaydasından başlamaq istəyirəm. İki nöqtə arasında məsafənin hesablanmasını biz müstəvi üzərində və fəza üzərində düşünə bilərik. Müstəvi üzərində A-nın koordinatları x1, y1, B-nin koordinatları x2, y2 olarsa, İki nöqtə arasında məsafəni hesablayarkən modulcu AB yazılır və son koordinatdan başlanğıc koordinatı çıxaraq kök altında kvadrata yüksəltmiş olursan. Məsələn, kök altında x2 çıxılsın x1-in mötərizə kvadratı üstə gəlir. y2 çıxılsın y1-in mötərizə kvadratı şəklində. Fəza üzərində də qaydamız dəyişməzdir. Sadəcə bilirsiniz ki, fəza üzərində A və B-nin 3 koordinatı var. x1, y1, z1, x2, y2, z2 şəklində. Və biz modulcu AB-ni hesablayarkən yenə son nöqtədən başlanğıc nöqtəni çıxırıq. Mötərizə kvadratını yazırıq. Kök altında bu düsturla hesablanmış olacaq. Parçanın orta nöqtəsinin koordinatlarından danışaq. Yenə də müstəvi fəza üzərində düşünsək, müstəvi üzərində A-nın koordinatları x1, y1 və B-nin koordinatları x2, y2 olarsa, AB parçasının orta nöqtəsini hesablayarkən A-nın birinci koordinatı ilə B-nin birinci koordinatını toplayıb 2-yə bölürsən və həmçinin y1 ilə də y2-ni toplayıb 2-yə bölürsən. Yəni dilində deyirsən ki, orta nöqtənin koordinatını nə edəcəksən? Toplayıb 2-yə böləcəksən də, bu qədər sadə. Və fəzada da yenə 3 dənə olmasına baxmayaraq, x1 ilə x2-ni toplayıb 2-yə bölürsən, y1 ilə y2-ni toplayıb 2-yə bölürsən, z1 ilə z2-ni toplayıb 2-yə bölürsən və AB parçasının orta nöqtəsinin koordinatlarını hesablamış olursan. Danışaq vektor anlayışından ən nəhayət. Vektorun tərifi necədir? Diqqət yetirək. Ədədi qiymətindən başqa istiqaməti ilə də xarakterizə olunan kəmiyyətlərə vektorial kəmiyyətlər və ya vektorlar deyilir. Bunu fizikada da siz müəyyən qədər öyrənmisiniz. Yəni ədədi qiymətindən başqa istiqaməti də olmuş olacaq. Və həndəsədə biz vektorlara iki nöqtə arasında istiqamətlənmiş parça kimi tərif veririk. Və vektorlar iki böyük latın hərfi ilə və ya kiçik latın hərfləri ilə işarə olunur. Məsələn, baxın, AB vektoru, CD vektoru və yaxud da ki, kiçik hərflərlə A vektoru, B vektoru şəklində də işarə edə bilərsən. Görürsünüz, uşaqlar, bu nədir? Vektordur. Görürsünüz ki, bunun istiqaməti hansı tərəfədir? Baxın, sağ tərəfə. Və biz burada A nöqtəsini görürük. Bu A nöqtəsi vektorun başlanğıc nöqtəsidir. B nöqtəsi isə vektorun son nöqtəsidir. Belə. İndi isə danışaq vektorun koordinatları haqqında. Başlanğıc və son nöqtələri məlum olan vektorun koordinatlarını tapmaq üçün vektorun son nöqtəsindən koordinatların, daha doğrusu belə deyək də, vektorun son nöqtəsinin koordinatlarından başlanğıc nöqtənin uyğun koordinatlarını çıxmaq lazımdır. Bu nə mənaya gəlir? Məsələn, sənə A nöqtəsi verilib ki, x1 ilə y1-dir. B nöqtəsi də verilib, x2 və y2-dir. Sənə nə lazımdır? AB vektorunun koordinatları. Az öncə də tərifdə qeyd olunduğu kimi, sən son, belə deyək, vektorun son nöqtəsindən vektorun son nöqtəsinin koordinatlarından başlanğıc nöqtəsinin koordinatlarını çıxırsan. Yəni, x2-dən y1-i çıxırsan, y2-dən də y1-i çıxırsan və AB vektorunu tapmış olursan. Bunu uşaqlar suallar üzərindən də baxa bilərik. Məsələn, A-nın koordinatları bu şəkildə, B-nin koordinatları bu şəkildə və sən AB və BA vektorlarının koordinatlarını tapmalısan. Yaxşı, AB vektorunun koordinatını tapmaq üçün son nöqtədən başlanğıc nöqtəni çıxırsan, 4-dən 2-ni, eyni zamanda -5-dən 1-i, 0-dan -3-ü. Görürsünüz? Bu şəkildə. Bu fəzadadır. Fəzada da belədir də, yəni. Amma BA-nı tapanda isə uşaqlar əksinə çıxmalısan da. Çünki sən biri var AB vektorunu tapasan, biri var BA vektorunu tapasan. Düzdür? BA-nı tapanda isə artıq başlanğıcdan sonu çıxırsan. 2-dən 4-ü, 1-dən -5-i, eyni zamanda -3-dən 0-ı. Gördünüz? Bunları fərqləndirməyi bacarın. A, B deyəndə B-dəkilərdən A-dakıları çıx. B-A deyəndə B-A. Görsən, A-dakılardan B-dəkiləri çıx. Yəni, an etibarı ilə sən son nöqtədən başlanğıc nöqtəni çıxırsan. Keçdik. Vektorun uzunluğu, modulu və mütləq qiyməti. Uşaqlar,
Vektorun uzunluğu ilə onun eyni zamanda modul və mütləq qiymətidir. Bunlar eyni anlayışlardır. Və siz vektorların uzunluqlarını tapmaq üçün, məsələn, A vektoru A1, A2, B vektoru B1, B2, B3 olarsa. Sənə lazımdır A vektorunun uzunluğu modulca qeyd etməlisən. Çünki uzunluqda axı kök altında nə edəcəksən? Koordinatları kvadratlara yüksəldəcəksən. B-nin modulunu tapanda eyni zamanda B-nin koordinatlarını kvadratlara yüksəldəcəksən. Toplayırsan kökün altında. Və salam qutardı getdi. Amma sən onları topladın kvadratları şəklində, kök altında, yəni uzunluğunu tapdın. Bəs o uzunluğu götürüb 1-ə bərabər eləsən nə olacaq? Vahid vektor. Uzunluğu 1-ə bərabər olan vektorlara vahid vektorlar deyilir. Görürsünüz, A vektorunun koordinatları A1, A2, A3 olarsa, kvadratları yüksəldirik kökün altında və 1-ə bərabər edirik. An etibarıyla bu vahid vektor adlanır. İndi isə uşaqlar danışaq eyni istiqamətli, əks istiqamətli və bərabər vektorlardan. Eyni istiqamətli vektorlar nədir? Eyni istiqamətli yarımdüz xəttlər və ya şüalar üzərində qurulmuş vektorlar eyni istiqamətli vektorlardır. Məsələn, baxın, AB ilə C-dir. Görürsünüz, eyni istiqamətdədir. Adından da göründüyü kimi. Eyni zamanda MN və MK. Bunların da istiqamətləri eynidir. Bunlar eyni istiqamətli vektorlardır. Əks istiqamətli də görürsünüz, bunun istiqaməti bu tərəfə, bunun istiqaməti bu tərəfə. Məlum məsələdir ki, bunlar əks istiqamətlidirlər. Bəs AB ilə BA nədir? AB ilə BA özləri əks vektorlar adlanır. Yəni, hər bir vektor özünün əks vektorunun əksinə bərabərdir. Məsələn, baxın, bu hissəni yaxşı yadınızda saxlayın. AB ilə BA əks vektorlardır. Görürsünüz, yerləri dəyişib. Və AB-nin özünün əks vektorunun, yəni BA-nın əksinə bərabərdir. Yəni, AB mənfi BA-ya bərabərdir. Bu hissədə diqqətli olun. Bir də uşaqlar, başlanğıcı və sonu üst-üstə düşən vektorlara sıfır vektorlar deyəcəyik. Və sıfır vektorun uzunluğu da həmçinin sıfıra bərabər olur və sıfır vektor əlbəttə ki, sıfır olduğu üçün onun heç bir istiqaməti olmur. Uzunluğu da sıfıra bərabər olur. Əgər uşaqlar paralel köçürmədə iki vektor üst-üstə düşərsə, bərabər vektordur. Yəni, bərabər vektorlar həm eyni istiqamətli olurlar, həm də uzunluqları bərabər olur. Çünki bərabər vektorda axı istiqamət də eynidir. Eyni istiqamətdədirlər və həmçinin onların uzunluqlarını hesablasan, uzunluqlar da eynidir və paralel köçürmədə üst-üstə düşürlər. Məsələn, baxın, AB vektoru ilə CD vektor. Bunlar bərabər vektorlardır. Eyni istiqamətlidirlər, modulları da bərabər olacaq, yəni uzunluqları bərabər olacaq və bunlar paralel köçürmədə üst-üstə düşürlər. Eyni zamanda MN ilə KP vektorları da buna daxildir. Danışıq vektorlar üzərində əməllərdən uşaqlar, vektorların cəminin hesablanması, fərqinin hesablanması, bu hissələrə toxunaq. Demək, müstəvi üzərində də, fəza üzərində də eyni qayda ilə koordinatları toplayırsan. A1 ilə B1-i, A2 ilə B2-ni toplayırsan, A vektoru ilə B vektorunun cəmini tapırsan. Eyni zamanda fərqini də tapanda A1 ilə A2, yəni uyğun koordinatları çıxırsan, A2 ilə B2-ni çıxırsan, fərqini tapırsan. Fəzada da eyni şəkildə, artıq burada 3 koordinatdır da. Məsələn, A1, A2, A3, B1, B2, B3. Yenə də onları bir-birindən çıxırsan müvafiq olaraq. Sonra uşaqlar, danışaq demək nədən? Vektorun ədədə hasili. Məsələn, uşaqlar, burada bir tərifimiz var, gəlin onu da oxuyaq. Vektorun ədədə hasili, koordinatları həmin ədədin verilmiş vektorun koordinatları hasilinə bərabər olan vektora deyilir. Vektorun ədədə hasili elə vektordur. Tutaq ki, uşaqlar, məsələn, burada bir dənə K ədədi verilib, özümüzdən götürürük, ixtiyari bir həqiqi ədəddir, həqiqi ədədlərə daxildir. Onu mən hansısa bir vektora vururam. Məsələn, A vektoruna vururam. Onun koordinatları da A1-dən A2-də. K-nı bir dəfə A1-ə vurursan, K-nı bir dəfə A2-ə vurursan. Yəni, tərifdə demək istədiyi odur. Bir hədlini çox hədliyə vurmağı düşün də. Həmçinin bu fəzada da belədir. K-nı A1-ə, A2-ə, A3-ə vurursan, o şəkildə alırsan. Uşaqlar, vektorların toplanmasının üçbucaq və daha doğrusu parallelogram qaydasına baxaq. Demək, uşaqlar, üçbucaq qaydası necədir? Əgər A vektorunun sonu B vektorunun başlanğıcı ilə üst-üstə düşərsə, onda A və B vektorlarının cəmi
Başlanğıcı A-nın başlanğıcı ilə sonu isə B-nin sonu ilə üst-üstə düşən vektora deyilir. Məsələn, baxın, nə deməkdir bu? Biz indi bunun tərifini oxuduq. İndi aydınlaşdıraq görək tətbiq etmədə bu necədir. Məsələn, mən özümdən bir A vektoru götürürəm. Baxın, bu mənim A vektorumdur. Bu da B vektorudur. Fikir verin, A vektorunun sonu ilə, gəlin baxaq, A vektorunun sonu haradır? Son nöqtəsi budur. A vektorunun sonu ilə B vektorunun başlanğıcı. B vektoru haradır? Buradır. B vektorunun sonu budur da. B vektorunun başlanğıcı isə buradır. A vektoru ilə B vektoru görürsüz, əlaqə nə şəkildədir? A vektorunun sonu ilə B vektorunun başlanğıcı üst-üstə düşmüş oldu. Gördünüz? O halda A vektoru ilə B vektorunun cəmi bərabər olacaq bu C vektoruna. Həmçinin parallelogram qaydasına da biz sizinlə bir yerdə baxacağıq. Demək, birinci üçbucaq qaydasından başladıq. Məsələn, şəkil A-da görürsüz, A-nın koordinatları 3 ilə 4, B-nin koordinatları -4 ilə 1 olarsa, C-nin koordinatını tapın. Sən nə edəcəksən? Cəbri yolu odur ki, 3 ilə -4-ü 1 toplayırsan, 4 ilə də 1-i 1 toplayırsan, C-yə bərabər edirsən. Yəni, bu ikisinin cəmi C-yə bərabər olur. Axı, biz dedik, bunun sonu ilə onun başlanğıcı üst-üstə düşdü ki, A vektoru ilə B vektorunun cəmi sənə C vektorunu verir. Ona görə də baxın, uyğun koordinatları cəmləyiblər, C-ni tapıblar ki, -1 ilə 5-dir. Çox sadə bir dildə sizə bunu izah elədim. Ümid edirəm ki, qaranlıq nəsə qalmadı. Və danışaq parallelogram qaydasından. Ortaq başlanğıca malik olan A və B vektorlarının cəmi, bu vektorlar üzərində qurulmuş paralelogramın başlanğıcı bu vektorların ortaq başlanğıcı ilə üst-üstə düşən diaqonalına bərabərdir. Bu nə mənaya gəlir uşaqlar? Məsələn, baxın, şəkildə parallelogram qaydası verilib. Görürsünüz, şəkil də parallelogram şəklindədir axı. Baxın, bu sənin A vektorundur. Bu da sənin B vektorundur, düzdür? Bunların istiqamətlərini də görürsən. Həmin o A vektoru ilə B vektoru ortaq başlanğıca malikdir. Çünki A vektorunun da başlanğıcı buradır, B vektorunun da başlanğıcı buradır. Onlar ortaq başlanğıca malikdirlərsə, onda eyni zamanda C vektoru da bunlarla ortaq başlanğıcdadır və siz bunu paralelogramın diaqonalı kimi düşünə bilərsiniz. Həmin o A vektoru ilə B vektorunun cəmi sanki diaqonala, yəni C-yə bərabər olur. Bunların üçü də ortaq başlanğıclıdır, yoldaşlar. Gördünüz? Baxın, məsələn, A-nın koordinatlarını 2 ilə 0, B-nin koordinatlarını 1 ilə -2 versə, C-nin tapanda A plus B plus C-nin hesablanacaq. Başlanğıclara fikir verin, uşaqlar, başlanğıclara. Yəni, sizə məsələ misal həllərində də o vektorların birbaşa başlanğıclarına baxmaq lazım olacaq. Danışaq vektorların skalyar hasilindən məşhur. Vektorların skalyar hasilini tapmaq üçün, yoldaşlar, bizim müəyyən düsturlarımız var. Fəzada, müstəvidə. Müstəvi üzərində uşaqlar A1-i B1-ə vurursan, A2-ni B2-yə vurursan və salamda elə vurmadır da. Həmçinin fəzada da bu belədir. Uyğun olaraq bir-birinə vururuq. Bəs yaxşı uşaqlar, vektorların skalyar hasilini tapdıq. Bucaqla əlaqəsini necə yazırıq? A vektoru ilə B vektorunun hasili onların uzunluqları hasili vurulsun kosinus alfaya bərabərdir. Bəs o alfa nədir? Həmin o A və B vektorları arasındakı bucaqdır. Uzunluqlar dedikdə də uşaqlar biz vektorun artıq uzunluğunun tapılmasını bilirdik. Kök altında A kvadratı plus B kvadratı ilə hesablanırdı. Yəni uzunluqların hasilini vurursan, onların arasındakı bucağa A ilə B-nin skalyar hasili alınır. Bu belə. Amma uşaqlar bir məsələmiz var ki, iki vektor arasında qalan bucağın kosinusu, yəni kosinus alfanı tapanda da gəlir bu düsturdan alınır elə. Elə bu skalyar hasil düsturundan alınır ki, kosinus alfanı tapanda bir növ A ilə B-nin skalyar hasilini bölürsən onların uzunluqları hasilinə. Skalyar hasili bilirsən ki, onları uyğun olaraq bir-birinə vurmaqdır. A1-i B1-i, A2-ni B2-yə vurmaqdır. Uzunluqları da mənim az öncə qeyd etdiyim düsturdur, kök altında olan düsturdur. Müstəvi üzərində belədir, fəza üzərində də 3 koordinatda eyni şəkildə olmuş olacaq. Bu da sizə misal olaraq verilmişdir. Bu belə. Bu qədər uşaqlar. İndi danışaq skalyar hasilin xassələrindən. Uşaqlar, vektorlarda toplamanın yer dəyişmə xassəsi var ki, məsələn, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Həmçinin bu vurmanın yer dəyişmə xassəsi də eyni şəkildədir. Vuruqların yerini dəyişdikdə hasil dəyişmir. Həmçinin vektorlarda vurmanın toplamaya və çıxmaya görə paylama qanunu o rahat bir şəkildə əvvəl necə
öyrənmisiniz riyaziyyatda. Bu da elədir ki, A-nı bir dəfə B-yə vurursan, A-nı bir dəfə C-yə vurursan, vurub açmaqdır bu. Sonra uşaqlar, A vektorunun kvadratı bərabər olur onun uzunluğunun kvadratına. Görürsünüz, yəni modulunun kvadratına. Eyni zamanda A vektoru bərabər olur kök altında A vektorunun kvadratına ki, kvadratla kök gedir. A vektorunun modulu qalır. Bu uşaqlar riyaziyyatda da belədir. Məncə burada dərindən izah ediləsi bir şey yoxdur. Çünki riyaziyyatda da belədir ki, cüt dərəcədən kökün altında modulca çıxır ki, kvadratla kök gedəndə modulca A vektoru çıxmalıdır. Məsələn, mən buna deyirəm ki, sizin üçün önəmli olan vektorun perpendikulyarlıq şəkli, hansı ki, daha doğrusu A və B vektorlarının perpendikulyarlığını götürsək, orada əsas xassiyə olaraq nə ortaya çıxır? Onların skalyar hasili 0-a bərabər olur. Əgər onlar perpendikulyar olsa, skalyar hasil 0-dır. Skalyar hasil uşaqlar eyni şəkildə 2-ni bir dəfə mənfi 2-yə vurursan, 5-i bir dəfə n-ə vurursan, hep bərabərsin 0-a. Bunlarda diqqətli olun uşaqlar, imtahana düşə bilər. Kalinar vektorlar nəyə deyilir? Bir düz xətt və ya paralel düz xəttlər üzərində olan, belə deyək, 0 olmayan vektorlara kalinar vektorlar deyilir. Yəni ya eyni istiqamətli olacaqlar kalinar vektorlar, ya da əks istiqamətli olacaqlar. Görürsünüz məsələn şəkildə də. Əks istiqamətli, eyni istiqamətli. Baxın, vektorların kalinarlıq şərti var. Gəlin ona da diqqət yetirək. Əsas məsələ odur. Əgər A vektoru ilə B vektorların kalinar olduğu sizə deyilərsə, onda A1 ilə B1-in nisbəti bərabər olur A2 ilə B2-nin nisbətini, o da bərabər olur K-ya. Yəni, elə bir K ədədimiz var ki, bərabər olur uyğun koordinatlar nisbətinə. Yadınızda saxlayın ki, eyni istiqamətli kalinar vektorlarda həmin o K sıfırdan böyük olarsa, K nisbətdir də. Həmçinin əks istiqamətli kalinar vektorlar olarsa isə, həmin o nisbət sıfırdan kiçik olur. Yəni, eyni istiqamətli olanda K-mız sıfırdan böyükdür, əks istiqamətli olanda K-mız sıfırdan kiçikdir. Bunu belə düşünə bilərsiniz. Eyni istiqamətli kalinar vektorlar arasında qalan bucaq 0-dır, əks istiqamətli kalinar vektorlar arasında dayanan bucaq isə 180 dərəcədir. Bu qədər uşaqlar. Məsələn, bunlar ikisi kalinar olarsa nisbətlərini bərabər götürüb x-i tapa bilərsən. Belə, düşünürəm ki, bu hissə o qədər də önəmli bir hissə deyil. Həmçinin bu radius vektorlar, ort vektorlar, yəni bunlar buraxılış imtahanında, ümumiyyətlə imtahanlarda elə də çox iştirak etmədiyi üçün bunu buraxıram. Eyni zamanda uşaqlar rüblərdə və demək, oktantlarda yerləşən nöqtənin koordinatlarının işarələridir. Bu da çox önəmli deyil, həqiqətən önəmli deyil. Çünki siz özünüz qrafik üzərindən bunu müəyyənləşdirə bilirsiniz ki, məsələn, rüblərə baxsaq, birinci rübdə görürsünüz, müsbət. Çünki x oxu ilə y oxu hər ikisi də müsbət istiqamətdədir. Gəlsən ikinci rübə baxırsan ki, birinci koordinat mənfidir, çünki bura mənfidir. İkinci koordinat müsbətdir, çünki bura müsbətdir, y oxu müsbətdir. Yəni, belədir də bu. Bunları qrafik üzərində qruplaşdırmaqdır. Sonra uşaqlar, son olaraq biz danışaq nədən sizlə? Nöqtədən koordinat oxlarına və koordinat müstəvilərinə qədər olan məsafəyə. Məsələn, A-nın koordinatları x, y-dir və demək, bizim koordinat başlanğıcımız 0,0 nöqtəsi, ora qədər olan məsafəni tapmaq üçün x kvadratı üstə gələ y kvadratı yazacaq. Bu iki nöqtə arasında məsafə düsturu ilə də belə alınır. Onsuz da 0-ı çıxanda eyni şey qalıraq. Ona görə elə x kvadratı üstə gələ y kvadratı qalır. AX, Y nöqtəsindən OX oxuna, apsis oxuna gedir məsafə elə modulca y-ə bərabərdir və AX, Y nöqtəsindən OY oxuna qədər olan məsafə isə bu dəfə əksinə modulca x-ə bərabərdir. Üçölçülü koordinat sistemində isə uşaqlar, koordinat başlanğıcına qədər olan məsafəmiz kök altında x kvadratı üstə gələ y kvadratı üstə gələ z kvadratı ilə hesablanır. OX oxuna qədər məsafə deyəndə x-in özü görürsünüz nəzərə alınmır. Nədir? Kök altında y-in kvadratı üstə gələ z-in kvadratı. OY oxuna qədər, görürsən, ordinat oxuna qədər deyəndə yenə y nəzərə alınmır. Kök altında x kvadratı üstə gələ z kvadratı. OZ oxu, yəni aplikat oxuna qədər məsafədə də z-in özü yazılmır. X kvadratı üstə gələ y kvadratı kökün altında. Həmçinin burada
Sizə deyilsə ki, A-nın koordinatları x, y, z-dir, x, y müstəvisinə gedir məsafə. Görsən, x, y müstəvisinə qədər deyir, nə çatışmır? Z, belə düşünə bilərsiniz. L bərabərdir modulcu z. X, z müstəvisinə gedir məsafə, nə çatışmır? Y. L bərabərdir modulcu y. Y, z müstəvisinə gedir olan məsafədə nə çatışmır? X çatışmır, L bərabərdir modulcu x. Yəni, həmin o məsafə L-nin işarə olunur. Buna nisbətən əzbərinizdə hissələrdir, amma belə də siz özünüz görə bilərsiniz. Bu qədər uşaqlar. Demək olar ki, vektorlar barədə hər şey danışdım. A-dan Z-yə danışmadığımız heç bir hissə qalmadı. Ümid edirəm ki, bu video sizin üçün faydalı olacaq. Gələn videolarda görüşmək üzrə.